Bax gör, daşıyacaqları yük necə də pisdir. Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı. Tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. Sonra qiyamət günü Allah onları rüsva edəcək və deyəcək: haqqında mübahisə etdiyiniz şəriklərim hardadır? Elm verilmiş kimsələr deyəcəklər: şübhəsiz ki, bugün kafirlərə rüsvayçılıq və əzab üz verəcək. Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar boyun əyib, biz heç bir pislik etmirdik deyəcəklər. Onlara belə deyiləcək: xeyr, şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir. Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır. O kəslər ki, tərtəmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: sizə salam olsun, əməllərinizə görə cənnətə girin. Yoxsa kafirlər mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şey mi gözləyirlər? Onlardan əvvəlkilər də belə etmişdilər. Elə isə içində əbədi qalacağınız cəhənnəmin qapılarına girin. Təkəbbürlülərin qalacağı yer necə də pisdir. Müttəqilərə Allah nə nazil etmişdir deyildikdə, onlar xeyir nazil etmişdir deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəl. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu. Sən onların doğru yola gəlməsinə nə qədər çalışsan da, bil ki, Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onlara kömək edən də olmaz. Onlar Allaha möhkəm and içdilər ki, Allah ölən bir kəsi diriltməyəcəkdir. Xeyr, Allahın ölüləri diriltməsi onun doğru vədinə görə olacaq. Lakin insanların çoxu bunu bilmirlər.